1990 20 yanvar. Bugün xalqımızın şöhrət günüdür. Dünyaya tanıtdıq belə bir xalq var. Bu şanlı tarixdə qeyrət günüdür. Xalqımın günahı nəymiş axı? Görən ulu tanrı bəs hara baxır? Tarixi düzgün yaz, diqqətlə oxu. Şərəfli tarixdən söhbət günüdür. Ağı deyənlərin, saçın yolanın, oddu məhəbbəti nakam qalanın, atasını itirmiş yetim balanın Sovet ordusuna lənət günüdür. Özlərini atıb tankın altına, ömrünü döndərdi şanlı dastana, azadlıq gətirdi Azərbaycana, igid oğlanların cürət günüdür. Ürəyi olanın, insan olanın, qocanın, qarının, körpə balanın, şəhid olanların, diri qalanın, hər cürə silaha nifrət günüdür. Nə qədər atanın yurdu dağıldı, neçə anaların qəlbi dağ oldu, yaxşı ki millətin üzü ağ oldu, Tanrıdan xalqıma qüvvət günüdür. Vətənin müqəddəs vətəndaşları, unutmaq olarmı bu qardaşları? Cənnətə köçdülər cənnət quşları, deməyəsən bugün cənnət günüdür. Hamı öləcəkdi əvvəl yaxır, xoşbəxtlər şəhidlik həddinə qalxır, keçmişdən sabaha qürurla baxır, Tanrının yazdığı qismət günüdür. Xalqımız şəhidlər xiyabanını həmişə müqəddəs bir ocaq sanır. Bu yerdə əbədi bir məşəl yanır, igid oğlanlara hörmət günüdür. Onlara nə qədər dastan yazılıb, nə qədər yazılsa yenə az olub, hər kəsin fikrində bir cür yozulub, deməyəsən bugün sənət günüdür. Tarix özü verər qiyməti düzgün, təsadüf hadisə olmayıb bugün, qiymətini düzgün almayıb bugün, 20 yanvar qeyrət günüdür, 20 yanvar hikmət günüdür, 20 yanvar hikmət günüdür.